Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə qarışıq vloq paylaşacağam. Amma vloqun əvvəlini bahar təmizliyi ilə açmaq istədim. Həftə sonu hava çox gözəl idi. Mən də bu gözəl havanı dincəlməklə, nə bilim parkda gəzinti ilə dəyərləndirmədim. Evdə bahar təmizliyi etməklə dəyərləndirdim. İlk iş olaraq yataq otağımdan başladım və pərdələri yumayacaqdım deyə qızlar ilk öncə pərdələri dedim yaxşı-yaxşı çırpım. Daha sonra keçdim pəncərələrə. Pəncərələrin torlarını çıxartdım. Sonra belə şampunlu su düzəltdim. Bütün təmizliyini elədim. Mənim otağımda bilirsiniz ki, 2 dənə pəncərə var. Bu da ümumiyyətlə balkona çıxan yəni pəncərədir. Yorğan döşəyi də atmışam çölə yaxşıca günü alsınlar. Daha sonra keçdim divarları təmizləməyə. Belə divar təmizləmək üçün belə bir alətim var. Onunla otağın divarlarını təmizlədim. Divarlardan sonra keçdim çılçıraqlara. Kristal olan hissələri elə çılçırağın üstündə təmizlədim, amma o papaq kimi olan ağ hissələri isə çıxardıb yudum və yenidən yerinə taxdım. Bu atapleniyaları da yaxşı-yaxşı sildim, təmizlədim. Düzdür, yəni gündəlik təmizlikdə onsuz da edirik, amma bu səfər yəni dərindən təmizlədim. Matrası da yaxşıca toz soranladım. Bu arada böyük toz-soranımız xarab olub qızlar. Evdə birinci televizor xarab oldu. Daha sonra paltar yuyan maşın xarab oldu. Onları aldıq. İndi də böyük toz-soranımız xarab olub. Artıq 2-3 həftədir keçmişəm bu toz-sorandan istifadə edirəm. Yəni bundan istifadə eləyirdim, amma demək olar ki, 2 il idi. Qırağa qoymuşdum. O birisi xarab olub, indi bunu istifadə eləyirəm. Nəysə ki, otaqla işim bitdi qızlar. Çox vaxt aparan, yəni tozlu torpaqlı işləri demək olar ki, bu günə sıxışdırıb həll eləyə bildim. Amma dolabların içini saxlamışam. Yəni dolabların içində də yəni işlərim çoxdur. Onları da etməliyəm. Növbəti günlərdə onları da həll eləyəcəm. Hətta balkonu da yudum, təmizlədim. Dediyim kimi, əsas vaxt aparan tozlu torpaqlı işlər demək olar ki, yəni aradan çıxmış oldu. Dolabların içində görüləcək çox işlər var. Yəni qışlıq, yazlıq bunları ayırmalıyam. Atılacaq əşyalar bilirəm ki, çoxdur. Onları da fikirləşirəm ki, yəni bayrama görə 10 günlük tətil veriləcək. Həmin müddətdə yavaş-yavaş eləyərəm. Bu da yuxarı dəhlizin son halıdır. Yataq otaqlarının hamısını bitirmişəm. Bu da uşaqların otaqlarıdır. Bilirsiniz ki, bu otaqda elə də çox əşya yoxdur. Ona görə də iş çox olmur. Artıq yorğanlarımızı götürdüm. Yüngül adyal istifadə eləyəcəyik bundan sonra. Uşaqların otağını bir dənə həll eləyib aradan çıxartsaydım, bu otaqda həqiqətən çox iş var. Mebel falan bu işləri neçə vaxtda həll eləyib bitirə bilmirik. Bu pəncərəni də təmizlədim. Artıq axşama doğru azanın oxunan vaxtı idi. Getdim iftarımı açdım və yenidən qalxdım yuxarı. Açığın deyim ki, yemək yeyəndən sonra iş görməyə artıq taqətim qalmadı. Ona görə dəhlizi saxladım. Dediyim kimi, yataq otaqlarının hamısını bitirmişdim. Dəhlizi saxladım, pilləkənləri saxladım. Onları da növbəti gün edəcəm. İftarımı açmışdım. Yuxarını çıxdım, biraz səliqəyə saldım ki, hər şey ortalıqda qalmasın. Daha sonra yenidən endim aşağı, bir stəkan dedim çay içim, istirahət eləyim. Bugün həqiqətən biraz çox yorulmuş oldum qızlar. Biraz istirahət elədim. Dincimi alandan sonra qonşumun
qızının ad günü olacaqdı. Ona kitablar almışdım hədiyyə olaraq. Keçdim onun hədiyyələrini hazır etməyə. Belə uşaq ədəbiyyatına aid, yəni bir neçə əsər almışdım, 5 dənə, yəni kitab almışdım. Sonra belə bir dəftər almışdım. Bu da əlfəcindir, kitab arası. Belə bir əlfəcin. Bunlar da əlfəcindir, maqnitli əlfəcinlərdir. Bir də belə qeyd vərəqləri aldım. Bu isə sadə karandaşdır, çox qəşəngdir. Düşündüm ki, bəyənər, xoşuna gələr. Bir də belə 3 rəngdə highlighter aldım qızlar. İndi onların hamısını belə çantaya yığacağam, karton çantaya yığacağam. İnşallah uşaqlar ad gününə gedəndə təqdim eləyəcəklər. Onlar həmişə, yəni uşaqların ad günündə gəlirlər. Mən də dedim ki, hədiyyəsini alım, artıq hazır eləyim. Növbəti həftə uşaqlar, yəni mütləq ad gündə iştirak eləyəcəklər. Bu işi də gördüm, aradan çıxartdım. Artıq demək olar ki, bir aya yaxındır ki, hədiyyəsini almışdım uşağın, amma hələ ki qablaşdırmamışdım. Güman eləyirəm ki, hədiyyələrini bəyənər. Özü çox kitab oxuyur, kitab oxumağı sevir. Düşündüm ki, elə ən yaxşı hədiyyə kitab olar. 11 yaşlı qızdır, yəni artıq oyuncaq falan almaq olmur. Ona görə belə hədiyyələr almışdım. Bu görüntülər isə ikinci gündəndir qızlar. Dediyim kimi dəhlizdə işim qalmışdı. Səhər durdum, uşaqlara yemək falan verdim, yedilər. Özüm isə qalxdım yuxarı işlərimi görməyə. İnşallah ki, günortaya qədər çatdırıb bitirərəm. Daha sonra Mehrini hazırlığa aparmalıyam. Pəncərələri həll elədim. Dəhlizdə də gördüyünüz kimi 2 pəncərə var. Biri də balkona çıxır. Daha sonra yenə də bu divar silən alətlə, bilmirəm, yəni bunun xüsusi adı var ya yox, amma mən elə alət deyirəm. Ondan bütün divarları təmizlədim. Bütün evlə işimi yekunlaşdırdım. Daha sonra Mehrini hazırlığa apardım qızlar. Qayıdarkən isə növbəti gün Uğurun məktəbdə Novruz şənliyi olacaqdı, Novruz tədbiri olacaqdı. Ona görə xonça hazırlayacağam. Bu arada qızlar, dırnaqlarım da sıradan çıxdı. Özüm əslində sabahlarım tədbirdəyəm. Kollektivlə iftar süfrəsinə gedəcəyik. Dırnaqlarım da bu tərəfdən belə qırıldı. Keyfim pozuldu, amma onsuz da bilirdim, işə başlayanda bilirdim ki, dırnaqlarım sıradan çıxacaq. Nəysə, Uğurun bayramı üçün xonçanı hazırlayıram. Belə şamlar qoymaq istədim qızlar. Düşündüm ki, aşacaqlar. Nə də ki, yəni parçaya yapışdıra bilmərəm. Xonçana, yəni xarab eləmək istəmirdim. Ona görə belə bir çarə tapdım ki, şamları belə xonçaya skoçluyum. Yəni sizin üçün də fikir olsun. Növbəti bayramlarda, yəni istifadə eləmək olar bu qaydadan. Daha sonra isə şirniyyatları düzməyə keçdim. Yəni çox da şirniyyat qoymadım. Bu ümumi xonçadır. Sinifə dekor gələcək. Düşündüm ki, dekorun qarşısında qoyarıq. Uşaqlar şəkil çəkəndə, eləyəndə istifadə olunar. Amma belə bütün valideynlər hərəsi, yəni öz uşağı üçün ayrıca, yəni xonçada tutmalı idi. Əslində düzdür, müəlliməmiz dedi ki, xonçaya ehtiyacı yoxdur. Çünki yəni 3 ildir dedi, uşaqlarla bayram eləyirik. Hər dəfə gətirirlər, necə gətirirlərsə o cürə də evə aparırlar. Yəni nə qədər də uşaqlarımızın yediyi şeyləri qoymağa çalışsaq da, xonça getdiyi kimi də geri qayıdırdı. Bu il müəllimə demişdi ki, xonça hazırlamayın, amma
biz valideynlər fikirləşdik ki, yəni xonçasız da yaxşı alınmaz. Ona görə uşaqlara balaca əlavə də xonça tutmuşduq. Həm də müəllimə ilə razılaşdıq ki, yəni uşaqlar yemirsə, evə dala qaytarmayın, yəni evə göndərməyin xonçaları. Yəni içərisində nə varsa onların hamısını yığın verin məktəbdəki xadimələrə. Müəllimə də dedi ki, əgər bütün valideynlər razıdırsa, yəni eləyək. Bu il bu şəkildə bayramı yola vermiş olduq. Yəni sinifin özündə keçirildi. Yeni ili düzdür, restoranda qeyd etmişdik, amma Novruz bayramını hər il uşaqlar elə dərs zamanı, yəni sinifdə keçirdirlər. Burada konfetlər qoydum qızlar, amma Tofita tərzi konfetlər almışdım. Yəni uşaqlar bu tərz konfetləri daha çox sevirlər. 2 dənə də yumurta hazır elədim. Bu artıq demək olar ki, ənənəyə çevrilmiş bu plyonka bəzəklərlə həll elədim yumurta işini də. Xonçam bu şəkildə hazırdır artıq. Bu balaca qabda olanı da Uğur üçün hazırlamışam. Uğur şirniyyatlardan şəkər bura yeyir, təkcə onu qoydum. Bu da səmənisidir. Səmənini də mimozalarla bəzədim. Demək olar ki, Uğur bayrama hazırdır. Səhər Uğuru məktəbə yola saldım, özüm işə getdim. İşdən də çıxıb kollektivlə bir yerdə iftara gəldik qızlar. Ramazan ayı başlayandan fikirləşirdik ki, yəni iftar süfrəsinə gedək, süfrə təşkil eləyək. Həm də dedik ki, elə Novruz bayramına yaxın bir vaxt tarix, yəni ki, seçək, həmin vaxtı eləyək. Baku Castle Hall belə bir restoran var, oranı danışmışdıq. Yəni sırf iftar süfrəsi, iftar menyusu götürmüşdük. İlk olaraq belə düşbərə ilə açdıq iftarımızı. Yeməklər əslində pis deyil idi, dad olaraq çox yaxşı idi. Xoşumuza gəldi. Adam başı menyuda xidmət haqqı ilə bir yerdə 28 manat idi. Doyumcul menyu idi, yaxşı idi. Onsuz da yəni adam iftarı açandan sonra çox da yeyə bilmir. Nəysə ki, iş yoldaşlarımla yaxşı bir gün keçirtdim. Xoş oldu bir yerdə vaxt keçirtmək. Çünki nə qədər iş, yəni işləyirik, bir yerdə adam hiss eləyir ki, çox yorulub. Yəni ara-sıra belə tədbirlər həqiqətən də insana xoş təsir bağışlayır. Vloqun əvvəlində qızlar demişdim ki, bu vloq biraz qarışıq vloq olacaq. İndi isə keçmişəm artıq martın 18-nə. Axırıncı çərşənbə gününə. Bilirsiniz ki, çərşənbə günü iş olur deyə. Yəni hazırlığımı öncədən görə də bilməmişdim. Elə çərşənbə günü gəldim, süfrəmi qurdum, süfrə düzəltdim. Uğurun məktəbinə göndərdiyim xonçanı müəllimə evə göndərmişdi. Onu da bu şəkildə dəyərləndirdim. Yəni şirniyyatlarımızı da bu qaba yerləşdirdim. Qızlar, şirniyyatları özümüz bişirməmişik. Alınmadı şirniyyatlarımız. Demək olar ki, 2-3 ildir ki, biz artıq Novruz şirniyyatlarını evdə özümüz hazırlamırıq. Amma o müddətə qədər həmişə evdə, yəni özümüz eləyirdik. Qoğal heç vaxt hazırlamamışıq, düzdür, amma badam bura, şəkər bura, paxlava, bu kimi şirniyyatları özümüz eləyirdik. Son dönəmlər artıq eləmirik. Çünki əziyyətinə dəyməz, həqiqətən, yəni bu şirniyyatları ərsəyə gətirmək çox çətindir. Elə dediyim kimi, ya tanıdığımız adamdan sifariş veririk, ya da ki, dadını bəyəndiyimiz, əmin olduğumuz şirniyyat evlərindən alıb o şəkildə süfrəmizə qoyuruq.
Bu şirniyyatları da almışdım. Elə dediyim kimi, yəni öncədən hazırlıq görə bilməmişdim. Çünki 2 gün başım ev təmizliyinə qarışdı. Daha sonra işə getdim. İşdə də ki, yəni imkan olmur da, çıxıb adam normal alış-verişini eləyə bilmir. İşdən çox gec çıxırdım. Yəni bütün bunlar üst-üstə gəldiyi üçün alış-verişimi belə ilaxır çərşənbə günü gedib eləyə bilmişdim. Axşamda gəldim, yüngülvari belə süfrəni düzəltdim. Qaynanam da ərişdəli plov eləmişdi. Onların bölgəsində ilaxır çərşənbədə məhz ərişdəli plov bişirilir. Əslində bizim evimizdə həmişə ilaxır çərşənbə geniş qeyd olunub. Yəni bayramı biz o qədər də geniş qeyd eləməmişik. Yəni mən gözüm açandan bizim evdə belə görmüşəm, amma yoldaşım gildə tamamilə fərqlidir. Onlar çərşənbəni elə də çox geniş keçirtmirlər. Əksinə bayramı daha yaxşı qeyd eləyirlər. Amma yenə də mən 3 çərşənbənin 3-ündə də, yəni axırıncı çərşənbədə daxil olmaqla hamısında uşaqlara yüngülvari də olsa süfrə açmışam. Qaynanam da belə yeməkləri hazır eləyib ki, yəni o bayram ab-havasını hiss eləyək də. Amma inşallah bayramı daha geniş qeyd eləyəcəyik. Belə süfrəmizi də qurdum. Hamımızın adına şam da yandırdım. Onları da hazır eləmişdim artıq. Sizlərdə necədir? Siz çərşənbənimi yoxsa bayramımı daha geniş qeyd edirsiniz qızlar? İstənilən halda mən hər bayram vloqlarında vurğulamışam ki, bizim evimizdə bütün bayramlar xüsusi qeyd edilir. İstər dini, istər bu cürünə Novruzdur, yeni ildir. Həmişə çalışıram ki, təmtəraqlı hazırlaşaq. Bu sovqatlar isə Uğurun papaq atıb yığdığı şirniyyatlardır, bayram şirniyyatlarıdır. Mən işdən gələndə Uğur evdə yox idi, qonşulara papaq atmağa getmişdi. Elə bil yığdıqlarının da böyük əksəriyyətini artıq yeyib gəlmişdilər. Qonşu uşaqları ilə bir yerdə çıxmışdılar papaq atmağa. Süfrəni belə qurdum. Gül də almışdım. Yolda gələndə bir qoca baba satırdı. Gülləri çox bəyəndim. Həm də dedim ki, o da evinə ruzi aparsın. Ondan da gül almışdım. Onu da süfrəyə qoydum. Bu şəkildə ancaq şirniyyat süfrəsini çəkə bildim qızlar, yemək süfrəsini çəkmədim. Belə biz də axır çərşənbəni bu şəkildə qeyd etmiş olduq.